Hər bir şey görülən o işdən, o təbliğat məsələsindən çox şey asılıdır. Bu oyunda vaxt var idi və uzun müddət idi sosial şəbəkə üzərində bunun oyunun, qarşılaşmanın təbliğatı gedirdi. Üstəgəl bu gün Azərbaycan çempionatının iki lider komandası çempionluq uğrunda mübarizə aparan Sabah və Qarabağ çıxış eləyirdi və ona görə də belə deyək də oyunun afişası artıq hazır idi. Və bir də sevindirici idi ki, o stadiona toplaşan azarkeşlər parlaq, gözəl oyunun şahidi oldular və ona görə tamaşaçılara ancaq alqış. Amma bir məsələni qeyd etmək istəyirəm, çünki bu barədə tamaşaçılar da bizə çox yazdı. Oyundan əvvəl məlum idi ki, oyun günü biletləri pulsuz qadınlar və öz uşaqları üçün valideynlər pulsuz əldə edə bilirlər. Amma həmin vaxt kassa önündə bir növbə yaranmışdı. Məsələ o idi ki, azarkeşlərə bildiriblər ki, sistem yaxşı işləmir. Sistem ümumiyyətlə işləmir. Bilmirəm, hər dəfə tez-tez belə hallar olur. Bu nə sistemdir, niyə işləmir və niyə azarkeşlər... Bir kəlmə də deyim. Bir kəlmə də deyim. Yəni, belə gözəl, parlaq oyundan sonra stadiona kimi gəlməz. Siz gözəl futbol nümayiş etdirin, tamaşaçı gəlir. İndi mən də sizə qarşılıq deyim. Azarkeş gəlsin ki, futbolçu da ruhlanıb meydana çıxsın. O da düzdür. 200 nəfərin qabağı, dünənlər Karvanın Yevlaxda... Necə düşünürsünüz? Hər oyun pulsuz olsa Azərbaycan çempionatında belə ola bilər? Yox, söhbət puldan getmir. Gələn insan, futbolu sevən insan o 3 manatından, 5 manatından keçəcək. Sadəcə olaraq o, hətta sistem də öyrənməyib, belə deyək ki, Azərbaycan çempionatına 21 min adam gəlsin. Ona görə və üstəgəl bizim azarkeşlər... Bəlkə də bir-iki bilet satanı oturdurlar ki, onsuz da adam gəlmir ki. Ola bilər və ondan əlavə bizim azarkeşlər də biraz tənbəllər necə hər şeyi son anda saxlayırlar. Oyun 8-də başlayırsa 8-in yarısı gəlir. Hətta beynəlxalq oyunlarda da. 8-in yarısı gəlir o Bəhramova. Niyə? 7-dən gəl, 7-nin yarısı gəl. Oralı keç sərdə stadionda nə bilim uşağınla əyləş, kimlə gəlmirsən, onunla söhbət elə. Ümumiyyətlə bu oyunun gözəlliyi tribuna idi. Tribunadan sonra və komandalarda mən hətta oyunu izləyəndə yanımda bir yoldaş var. Dedim, vallahi elə bil ki, Avropa hansısa böyük beşlik ölkələrindən birinin oyunu izləyirəm. Çünki azarkeş də oyuna yaraşdı, oyun da azarkeşə yaraşdı.